Bura Xəzər dənizinin Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığındakı sahil zolağıdır. Dəniz kənarında yüzlərlə batağan quşlarının kütləvi tələf olması müşahidə edilir. Cəsədlər kilometrlərlə məsafədə sahil boyu əraziyə səpələnib. Yerli sakinlər bildirirlər ki, ilk dəfədir belə halla qarşılaşırlar. Batağan quşlarının tələf olması hallarına Niyazabadla yanaşı Xaçmaz rayonunun Nabran istiqamətində də sahil boyu ərazilərdə rast gəlinir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən sahil boyu ərazilərdə aşkarlanan quş cəsədlərinə baxış keçirilərək nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, batağan quşlarının qeydə alınmış 22 növü var ki, onlardan da 3-ünün nəsli kəsilmiş sayılır. Əsasən şirin su hövzələrində yaşayan batağanlara dənizdə qış aylarında miqrasiya vaxtı rast gəlinir. Bu quşlar ölkəmizə qışlamaq üçün köç edirlər. Hazırda Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilindəyik. Sahil boyu isə batağan quşların tələf olmuş cəsədlərinə rast gəlmək mümkündür. Sahil boyu ərazidə tələf olan quşların bir qismini vəhşi çöl heyvanları parçalasa da, bir qismi isə qalmaqdadır. Quşların hansı səbəbdən öldüyü isə aparılan araşdırmaların nəticəsindən sonra bəlli olacaq. Yox, Xəzər sahilində neçə ildir belə kimi şey olmur. Yəni bu illəri olub belə kimi. Yem kəsməmadığından da neydəndirsə belə kimi quşlar qırılır. Günü-gündən də çoxalır. Nə quşlardır? Batağan quşudur da, suda yəni yaşayan quşdur. Bu quşlara rast gəlirdiniz zaten. Yox, əvvəllər belə bir şey olmur. Mən neçə illəri dəniz qırağında mən belə şey görməmişəm. Yəni ki, bu birinci ildir ki, belə kimi yox. Bu yem kəsməmadığından da, neydəndir, günü-gündən də daha da çoxalır. Demək, əvvəllər Xəzərin sahili başdan başa bataqlıq və göllərdən ibarət idi və bu göllərdə xırda balıqlar, molluska kimilər, qurbağalar, xırda cücülər və s. yaşayırdı ki, bu da bunların yemini təşkil edirdi. Son illər Xəzərin kəskin səviyyəsinin düşməsi nəticəsində bu göllər, bataqlıqlar qurmuş və həmin bu xırda cücümüzlər də buradan məhv olmuş. Və bunların da yemi tamam kəsilmiş və bunlar da Xaçmaz ərazisində artıq kütləvi şəraitdə qırılmağa başlamışlar. Qurban Vidadioğlu, Xanlar Qaraca, bugün informasiya proqramı üçün.